Bu yerləri, bu göyləri yağış yuyur, gün qurdur. Bu dünyada çox şeyləri yağış yuyur, gün qurdur. Amma bugün çıxan günəş 2 gün əvvəl yağan yağışın sularını qurutmur ki, qurutmur. Bilirsiniz niyə? Niyəsini birazdan deyəcəm. Bu saat mənim evimin içində 1 metrə 20 santim su var, nə ki əşyamız var, qızımın cehizlər var, hamısı batıb. Abşeron rayonu Masazır kəndində bir vaxtlar bu ərazilərdə göl var idi. Həmin o gölü qurutdular, evlər tikdilər. Yağan yağışlardan sonra da belə bir vəziyyət yarandı. Yağış suları nə axmağa, nə də hopmağa yer tapmır. Paytaxt Bakı Abşeron ərazisində çox sayda kiçik göllər və qamışlı ərazilər var idi ki, bu göllər təbii proses nəticəsində yaranmış və axan yağış suları birbaşa həmin göllərə axırdı. Lakin zamanla həmin gölləri qurdularaq yaşayış məntəqələrinin çevrilməsi artıq yağan güclü yağışın axıntısının qarşısını almış və bu səbəbdən də vətəndaşların mənzilləri, fərdi yaşayış evləri və digər obyektlər su basmalara məruz qaldılar. Bura əvvəllər göl ərazisi olub, mənim bütün evim suyun içində qalıb. Bütün mənim pollarım, nə eşlərim var, hamısı suyun altında qalıb. Ev alanda buranın göl ərazisi olduğunu bilirdiniz yoxsa? Yox, bilirdim. Mənim evim su basıb, hal-hazırda da polun üstünə kimi su qalxıb. Evi almısınız, tikmisiniz? Yox, tikmişəm. Amma qurudulmuşdu, onda tikilmişdi. Siz evi tikəndə ora qurutmuşlar, hə? Bəli, bəli, qurud. Göl ərazisi olduğunu bildinizmi? Bilmirdim. Yox, Demədilər, hə? yox. Yəni satdılar, aldatdılar, verdilər, hə? Yəqin ki, elə də oldu. Problem də bugün çıxdı ortaya. Hələ. 3 gündür ailə var orada. 4 dənə, 5 dənə ailədir. Uşaqlar oturub pəncərənin ağzında. Biz onlara çörək alıb aparırıq. Yeməyə, içməli su baxın. Xanımlar içməli suyu əlində daşıyırlar. Əlimizlə içməli su alıb gətiririk. Çölə çıxmağa yer yoxdur, yol yoxdur. Sapoq da boy vermir ki, çıxsın. Əvvəl bilirdiniz bura göl ərazisi olur. Bəli. Göl ərazisi olan ərazidə, ev tikəndə və gələcəkdə yağış yağanda axmağa bir yer olmayacaq. Onu da bilirdinizmi? Yəni 2009-cu ildə mən burada yaşayıram. Burada belə bir haqq hesab olmayıb. Evi tikəndə icazəni torpağı kimdən alırsınız? Bələdiyyədən. Amma onlar sizə demədilər ki, bura göl ərazisi olur. Nəinki mənə oradakı evlərin heç birində 15 dənə ev batıb. Bax o küçədə 15 dənə evdir. Hamısı batıb suyun altındadır. Vəziyyət bir dəqiqə hal-hazırda pisdir. Üçüncü gündür ki, adamlar var ki, ailələrin hamısını çıxardıblar. Evdə hamı kişilər qalıb ki, suya bir əncam qılınsın. 2 günü yağış yağmır, dünən və bugün və günəş də çıxıb artıq. Amma suda azalma var. Suda azalma yoxdur. Çünki bu kanalizasiya sistemi işləmir. Yəni üstünə gəlmir və azalmır həm də. Yox, qətiyyən. Evi hazır almısınız. Bəli, hazır. Evi hazır alanda bilirdiniz bu ərazi göl ərazisi olub əvvəl. Yox, biz yay aylarında almışıq, ona görə də. Nə soruşmadınız, nə də demədilər, hə? Yox, əslində soruşmadı. Yəni pulumuzun məvacimizin çatdığı qədər yer buradır ona görə. Birinci hopmağa yer yoxdur. İkincisi də bu kanalizasiya sistemi işləsəydi bu formada olmazdı. Qurudulmuş bu göllərin üzərində fərdi yaşayış evləri inşa olunarkən həmin göllərin qurudulması və fərdi yaşayış evlərinin inşa olunması zamanı ən azından çox sayda səlahiyyətli dövlət qurumlarının nümayəndələrinin məlumatı olmuş və onların qeyri-rəsmi formada verdiyi icazələr səbəbindən bu tip hadisələr baş vermişdir. Bəzən el reportajlar olur ki, reportajın sonunda deməyə söz tapmırsan, nitqin quruyur. Əslində nə deyəsən ki, hər şey göz qabağındadır.